bir məsələ bizim hamımızı ümumiyyətlə maraqlandırır. Yəni ümumiyyətlə sözüm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinədir. İstər ilk Qarabağ savaşlarından, istəyir ikinci savaşdan, istəyir ikinci savaşa qədər. Yəni bu çox maraqlıdır. Necə yəni e, şəhid ailələrinə və müharibə əhllərinə deyilir ki, bizdə bir otaq yoxdur, ona görə biz sizə ev verə bilmirik. Nə vaxt bir otaq tikiləcək, verəcəyik. Bu şəhid anası 1-ci Qarabağ savaşından artıq bunun 60 yaşı var. Nə bilim, həyat yoldaşının deyək ki, 50 yaşı var da, yəni hardasa bu civarda. Necə yəni ki, ev yoxdur? Yəni siz bunu tikəndə necə nəzərə alınmayıb? Və bir çoxuna 2 otaq verilib. Bu necə olur? Bəzisində 2 otaq var, bəzisində verilməyib. Şəhid anaları ilk Qarabağ savaşının həyat yoldaşı deyir, hər gün illərdir gedirəm ora və deyir mənə ümumiyyətlə heç sayan yoxdur. İcra orqanlarına gedir. Yəni mən bildim ki, icra hakimiyyətinə bunu ilə bağlı getmək lazım deyil. Yəni Evlər İdarəsi qeydiyyata alır, evləri verir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bu necə olur ki, müharibə əlilləri qalıb ki, bir otaq yoxdur, biz sizə ev verə bilmirik. Yəni o müharibə əlilinin, o şəhidin ailəsinin günahıdır, yoxsa sizin öz günahınızdır. Bu necə olur ümumiyyətlə? Bu evlərin verilməsində bu nə problemdir? Yəni bu bir otaq niyə verirsən ümumiyyətlə ki? Burada var ki, yəni bir otaq ümumiyyətlə həm yeyib içib, həm orada yatmaq üçün. Yəni bir nəzərə alaq da bunu. Yəni biz diqqət qayğımız varsa, bunu 2 otaq verməliyik də. Və biz bu gün şəhid anasının qarşısına çıxıb deyirik ki, bir otaq yoxdur. Nə vaxt tikilər, onda verərik. Bu öləcək. Allah candan sağ eləsin. Yəni bu sözümə görə, bu ifadəmə görə üzr istəyirəm.